Həfizəhullah Təvhid kitabında deyir ki, cəhalət iki növdür. Var ümumi cəhalət, var xüsusi cəhalət. Bugün yer üzərində ümumi cəhalət yoxdur. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmin gəlməsi ilə ümumi cəhalət məhfumu aradan qalxır. Məsələn, biz deyirik ki, cahillik dövründə, yəni Peyğəmbərin gəlişindən qabaqki dövr, bu ümumi cəhalət yoxdur artıq. Amma xüsusi cəhalət var. Hər bir şəxsdə, hər bir yerdə, hər bir zamanda ola bilər. Aydındır. O şeydə Afrikada yaşayırlar cəmaət. O qəbilələr var, hansı ki, İslam çatmayıb onlara. Bundan qiyamət üçün nə olacaq aqibəti? O kəsləri ki, yəni dəlil çatmayıb, tutaq ki, bir insan şirk edir və ya küfür edir. Amma etdiyi əməlin şirk və küfür olduğunu bilmirsə, bu cür insanlar iki növdür. Bir insan şirk edir və küfür edir, amma etdiyi əməlin şirk və küfür olduğunu bilmir. Buna bəyan edən olmuyor. Bu cür insanlar iki növdür. Birinci qism o insanlardır ki, onlar özlərini İslama nisbət etmirlər. Ya Yahudiliyə, ya Xristiyanlıq, ya da heç bir dinə nisbət eləmirlər. Şirk və küfür üzərində həyat sürürlər. Ancaq onlar hüccət çatmayıb. Haqq bəlli deyil. Onlar bu dünyada bizə görə nə hökmündədir? Kafir. Çünki özlərini İslama nisbət etmədiklərinə görə. Amma axirətdə səhi olan rəy budur ki, imtihan olunacaqlar. Qiyamət günü Allah subhanət hala bir Peyğəmbər göndərəcək və Peyğəmbər bir alov əmrləyəcək ki, onlara bir od qalayacaq və girin o oda. Kim ki deyəcək, Peyğəmbərin əmrini öz ağlının mühakiməsinə qaytaracaq, deyəcək ki, nə üçün oda girim? Bu dəlildir ki, o bu dünyada da ona tabi olmayacaqdır. Ona görə o cəhənnəmlidir. Və kim ki deyəcək, Rasul əmr etdi və mən girirəm, o girməyi ilə oda yox, cənnətə girəcək. Və bu imtihandır. Amma o kəs ki, bu dünyada bu halda olub, yəni şirk və küfür üzərində olub və haqq ona bəlli olmayıb, o bilməyib ki, bu etdiyi əməl şirkdir və küfürdür. Əksinə, elə bilib Allaha yaxınlaşdıran bir əməldir və hətta bunun şirk və küfür olduğunu ona bəyan edən də olmayıb, heç ağlına da gəlməyib. Ancaq bayaqlar qeyd elədim, birinci zümrədən fərqli olaraq özlərini İslama nisbət ediblər. Deyiblər ki, biz müsəlmanıq. Onlar, necə Şeyx İbn Hüseymin deyir ki, üzürlülər. Hətta o halları ilə ölsələr, yəmutuna aləl-İslam, İslam üzərində ölürlər. Nə üçün? Çünki onlar bir hüccət çatdırılmayıb. Fəqət özlərini İslama nisbət etmələri, demələri ki, biz müsəlmanıq, bu kifayətdir ki, biz də onları müsəlman görək. Onlara hüccət bəlli olmadığına görə. İxlasla.com saytı tərəfindən təqdim olundu.